Biz indi zəhmət olmasa Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və aleyhi və səlləmin Tövratda adının, Bibliyada adı keçdiyini açıq aydın özüm hazırlamışam. Birinci videoya baxaq zəhmət olmasa, orada görək ki, özüm o saytdan girib İbrani dilində sözü götürüb də qoymuşam ki, görünsün ki, həqiqətən orada Məhəmməd sözü gəlir Tövratda, ona baxaq. Əşhədü enne Muhammedən Resulullah. Əşhədü enne Muhammedən Resulullah. Muhammadim. 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 Qoy deyim sonra. İndi isə ikinci səsə baxaq, orada Haxam özü həmin Tövratın ayəni oxuyur və Məhəmməd sözünü, Muhammed sözünün açıqlarını eşidəcəyik. חיכו ממתקים וחולו מחמדים, זה דודי וזרעי בנות ירושלים. חולו מחמדים, חולו מחמדים. חיכו ממתקים Bəli, var səsiniz. Aha. Aha, qarışmasın deyə oxusun. Oxudu. Bitdimi? Davam edirik. Bəli, deməli burada açıq aydın gördük ki, Muhammed sözü, orada Muhammedim deyir, orada əzəmətli bildirir, hörmət bildirir, Məhəmməd, əzəmətli Məhəmməd deyək.